Allah seçir həyat yoldaşlarını ki, bir-biriyle imtihan olunsunlar və özlərini tanısınlar. Sözə baxın, Peyğəmbər buyurur, hədisdir. Peyğəmbər buyurur ki, mən Allahın elçisi, Həzrəti Cəbrail, Həzrəti Mikail, müqərrəb mələklər, hamımız dua eləyək ki, Allah birinə yaxşı həyat yoldaşı qismət eləsin, Allahın təqdirində olandan başqası ona qismət olmayacaq. Allahın təqdiri var məsələdə. Məlum olur ki, ailədə Allahın xüsusi təqdiri var. Yəni bu cəbirdir, alın yazısıdır. Xeyr, tam da cəbir alın yazısı deyil. Sənin niyyətin, yanaşman, sənin ruhun, müəyyən gizlinləri, xüsusiyyətlərin səbəb olur. Amma Allah xüsusi iradə edir ki, bu bir ömür bununla yaşamalı. Çünki bu zarafat məsələ deyil. Odur ki, tez-tez demə, mən düz seçmədim, filan eləmədim. Yox, sən seçim üçün bir iki addım atırsan, Allahın iradəsi var ortada. Allahın xüsusi qərarı var.